وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا. Və həmçinin o insanın nəfsi ilə davranışı gözəlləşir. Çünki insanın nəfsində şər istəklər var. İnsan la ilahə illallahı doğrultduğuna görə şər istəklərinin azalmasına səbəb olur. Və üçüncü isə o insanın başqaları ilə davranışı gözəlləşir. Yəni artıq o insan, tövhidi doğruldan insan başqalarına yəni söz atmaqdan, iftira yapmaqdan, yalan danışmaqdan və yaxud da kiminsə haqqını tapdamaq və təcavüz etməkdən çəkinir. Niyə? Çünki o bilir ki, etdiyi hər hansı bir artıq hərəkət, artıq danışıq onun qəlbində olan tövhidin, la ilahə illallahın, ixlasın yəni yaralanmasına və ona xələl gətirməsinə nə olur? Yəni səbəb olur. Və buna görə də yəni o addım atdığı zaman, hər hansı bir əməl etdiyi zaman gözünün qarşısında Allahı tutaraq addım atır. Hər hansı bir sözü dediyi zaman və danışdığı zaman yəni artıq hərəkətlərdən çəkinir və yəqin olaraq bilir ki, dediyi hər hansı bir söz, iftira, yalan, böhtan hamısı onun qəlbində olan imana və qəlbində olan hidayətinə təsir edir. Necə ki Allah Teala buyurur: "Vallahu la yahdil qavmel zalimin." Allah Teala zalim qövmləri hidayət etməz. Yəni hidayətindən də insan itirir və zülmünün miqdarına görə artıq hidayəti insanın yəni azalır. Və buna görə əgər insanın əxlaqında, evində, valideynləri ilə, yoldaşı ilə, uşaqları ilə və həmçinin başqa insanlarla davranışında problem varsa və bilsin ki, o insanın tövhidində də problem var. Yəni tövhid və əməllər ayrı-ayrı şeylər deyildir. Tövhid əgər salamatdırsa, qəlbdə olan tövhid, yəni sözsüz ki, o insandan əxlaqın da gözəl olmasını yəni tələb edir. Sözsüz ki, hər bir insan xataya düşə bilər. Xata başqadır və insanı israr eləməsi böyük günah üzərində. Yəni mömin də böyük günaha düşə bilir, amma böyük günah üzərində israr edən mömin ola bilməz. Allah Teala buyurur: "Vellezine iza fa'alu fahişatan aw zalamu anfusahum zekarullah." O kəslər ki, fuhuş işlər, yəni böyük günahlar etdiyi zaman və yaxud özlərinə zülm etdikləri zaman, kiçik günahlar etdikləri zaman Allahı zikr edərlər, Allahın əzəmətini xatırlayarlar. Və mən yəğfiru, yəni Allahdan bağışlanma diləyərlər. Və mən yəğfiru zunubə illallah, və günahları Allahdan başqa bağışlayan kimdir? Kim ola bilər? Heç kəs. Və ləm yusirru alə mə fa'alu və hum ya'lamun, və həmçinin onlar bildikləri halda o günah üzərində israr etməzlər. Bildikləri halda israr etməzlər, o günah üzərində davam etməzlər. Deməli, tövhid əhli gözəl davranışa və həmçinin gözəl sözə müvəffəq olur. Bu kimə aiddir? Tövhidi, la ilahə illallahı doğruldan kimsələrə aiddir. Deməli, birinci Rəbbi ilə ibadəti gözəlləşir, ikinci nəfsi ilə davranışı və üçüncü isə yəni insanlarla davranışın da gözəlləşməsinə səbəb olur. Ona görə insan baxsın, valideynlə davranışı, yoldaşı ilə davranışı və yaxud digər insanlarla olan davranışı necədir? Əgər davranışında problem varsa, yəni əmin olsun ki, tövhidində də problem var. Tövhidini doğrultmağa, düzəltməyə yəni çalışmalı. Çünki tövhid kamil olsa, düzəldirsə, yəni istər-istəməz əxlaqın da, əməllərin də yəni düzəlməsinə yəni səbəb olur. Allah Teala istifadələr etsin. Allah Teala xalqımızı hidayət etsin. Hər birimizə haqqı haqq olaraq göstərsin, haqqa müvəffəq etsin. Batili batıl olaraq göstərsin və batildən çəkindirsin. Allah razı olsun. İnşallah Teala qardaşımızın yollarına onun üçün göz bəy etsin və əməl salih kimsələrdən etsin. Allahı sevən və Allaha itaətdə böyüyən kimsələrdən etsin. Allah razı olsun. Selamun aleyküm.